главным блогером Азербайджана, если можно будет. С удовольствием. Bu Leyla Əliyevanın dalına girmək istəyən şəxsin adı Kamrandır. Qoyundur. Amma özünü ağıllı qoyun kimi göstərmək istəyir. Я вот уже 6 лет подряд говорю, что он гоюн. Он гоюн, мне никто не верит. Только проснулись, и слава Богу. Kamran Goyun. Say Kamran Goyun. Goyun. Kamran All Goyun. people are camera goyun. Goyun. Kamran Goyun. Camera Kamran goyun. Goyun. Very well, very well. Kimi göstərmək istəyir. Niyə mən ona qoyun deyirəm? Çünki Kamran mənə söz göndərib. Güya mənə ilişir. Amma qanmır ki, o məni yox, İlham Əliyevi təhqir eləyir. Buradan mənim sualım mehmanadır. Yaxşı, dövləti başa düşdüm. İndi Azərbaycanın xanımlarını niyə müzakirə edirsiniz? Amma heç vaxt Azərbaycan kişisinə yaraşmır başqa insanın həyat yoldaşını müzakirə eləməyə. Kamran Razmavarçik mənə deyir ki, a mehman, bir Azərbaycan kişisinə yaraşmaz bir Azərbaycan xanımını müzakirə eləsin, onu sorğulasın. Ay Kamran, yaxşı, bəs bu İlham Əliyev niyə illərdir bütün saytlarda, bütün telekanallarda deyir ki, Mehman Hüseynovun anası ermənidir, hə? Axı bir Azərbaycan kişiyə yaraşmaz belə şeylər demək, hə? Ay Kamran Razmavarçik, bəs Əli Nağıyev, DTX rəisi, niyə Mehman Hüseynovun yatağına kamera qoyub və onun şeyini güdüb, hə? Axı Mehmanın da şəxsi həyatı var, axı Mehmanın da sevgilisi var, düz deyil? Niyə bəs Mirşahin mənim anam haqda, Əli Nağıyev mənim sevgilimi mənimlə çəkən vaxtı soxmuşdun içinə, hə? Niyə? Çünki sən trollsan, çünki sən yaltaqsan. O birisi deyir ki, hörmətli xanımın 20 minlik sumkası var. O birisi nəysə başqa sözlər deyir. Ha vaxtdan Azərbaycan kişilərinə yaraşıb ki, kiminsə xanımını müzakirə eləsinlər. Sonra isə mənə deyir ki, a mehman, sən niyə Alyona Qonçar Əliyevanın 20 min manatlıq sumkasından danışırsan, onu sorğulayırsan? Ay qoyun! Çünki Alyona Əliyeva bizim dövlət büdcəsindən qidalanır. Aydındır və mənim bir Azərbaycan vətəndaşı olaraq haqqım var ki, o Alyonanı sorğulayım və ondan soruşum ki, bu 20 min manatlıq sumkanı hansı pulla alıbsan? Çünki bizim dövlət büdcəsindən qidalanır. Eləməyin. Siz ilk öncə kişi olmalısınız. Bacarın bunu. Əslində bu sözü mənə demir. Əslində Kamran Razmavarçik İlham Əliyevə, Əli Nağıyevə deyir ki, kişi olmağı öyrənin. Bax burasını düz dedin ay Kamran. Dik get Əliyevlərin dalına gir, Leyla Əliyevanın dalından öp, bəlkə sənə tula payı verərlər.